Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində Top Marketin yanında, yəni tam yanında yox, hardasa bir 250-300 metr məsafəsində 3 sotun içində 4 otaqlı ev satışa çıxarıldı 92 min manata. Elə bir evdir ki, siz təsəvvür edin, ancaq tək qonaq otağı 32 kvadratdır. 8-in 4-ə tək qonaq otağıdır. Ev ümumi neçə kvadratdır? Əmin? 130 kvadratlıq evdir. Çox böyük otaqlardır. Bir də təkrar edirəm, 3 sotun içində 4 otaqlı ev 92 min manata. Torpağının çıxarışı ilə satılır, qazı, suyu, işığı, sayğacları qaydasındadır, interneti və qismən əşyalı. Məsələn, bax bu qonaq otağında düşür burada, kondisioner qalacaq, düzdür, lüstrlər qalacaq, bu divan qalacaq, düzdür, bunlar qalacaq da. Hə, bunlar qalacaq. Zəhmət olsa yaxınlaşın. Seksiya radiatorları var, kombisi var, bunlar da evin içərisində qalacaq. Ümumilikdə 4 otaqlı ev, 3 sotun içində 92 min manata qismən əşyalıdır. Nə qalacaq, nə götürəcək, mən sizə deyirəm. Bu tək koridorudur. Bu kreslolar da qalacaq. Zəhmət olsa yaxınlaşın bura. Bu evimizin girəcək hissəsidir, bax. Bu qapıdan daxil olduq evə, bura koridorudur, qonaq otağında göstərdim. İndi mətbəxə baxaq. Bax, bura mətbəxidir, görürsünüz. Təp-təzə mətbəx mebelidir. Xaladenliki qalacaq, paltaryanı götürəcəksiniz də, paltaryanların götürəcəklər. Burada gördüyünüz stol, stul, divan, kreslo hamısı qalacaq. 92 mindən də ev yəsi qiymətində endirim eləyəcək. Mütləq gəlin bu evə baxın, böyük kvadratlı evdir. Bir otaq buradadır. Ümumilikdə 3 sotun içində Saray qəsəbəsində 4 otaqlı ev 92 min manata. Bax, bu da bir otaqdır. Davam eləyirik. Gəlin buradan davam eləyək. Sonra burada bir otaqdır. Burada bir otaqdır, bax görürsünüz. Burada da bir otaq. Bu ən böyük yataq otağıdır. Bu neçə kvadratdır? 6-nın 4-ə. Siz təsəvvür edin, tək bu yataq otağı 6-nın 4-ə 24 kvadrat. İçində gördüyünüz bütün əşyalar qalacaq. Bax, burada yataq dəsti. Hamısı evin içərisində qalacaq. 92 min manatadır. Qiymətində endirim olunacaq. Sanitar qovşağını da göstərək. Bu da evimizin sanitar qovşağıdır. Görün nə boydadır, baxın. Tam hazırdır, yəni unitazıdır, moydadırıdır, duşudur. Hamısı hazır vəziyyətdədir. İndi bax, burada sizə göstərdim, indi gedək həyətə baxaq. Hörmətli izləyicilər, bu da həmən evin həyətidir. 3 sotda 4 otaqlı ev, bütün meyvə ağacıdır həyət, təsəvvür edin. Adi üzüm talvarına görürsünüz. Qəşəng sərgəli sahmanlı üzümləri var, kombisi var. Darvazadan buradan giririk içəri. Bax, bu evimizdir. 3 sotun içində 4 otaq. Zəhmət olmasa yaxınlaşın. Bax, bütün meyvə ağaclarıdır. Bax, hal-hazırda hələ üstündə burada payız armudları da var. Bax, görürsünüz. Binəm, bunu tapmışam, bunu sizə göstərirəm. Bütün meyvə ağaclarıdır. İçində də hamısı da üstündə meyvə olub. Sadəcə indi yeyib qutarıblar. Gəlin, bu nə ağacı? Vişnədir? Gilasdır? Şampan gilasıdır. Bu nədir? Göyçə alçasıdır. Bu nə? Bu da alçasıdır. Bu nədir? Gilas. Şəftəlidir bu yəqin. Yox, o cavalı. Cavalıdır bəs bu? Armud. Nəsə, bütün meyvə ağaclarıdır. Mütləq gəlin bu evə baxın. Ha. Bax, 92 min manatadır. Tez satılan evdir. Bağlı bağatlı ev, 3 sotun içində, 4 otaqlı ev, 130 kvadratlı ev. 92 minədir. Bütün əşyaların demək olar ki, 85-90% evdə qalacaq. Bir-iki xırdapara götürəcəklər. Dəmir raşotkaları nə qədər hazır var. Kamera da var sizdə, hə? Kamera sistemi də var. Nə bilim də, hər şey var. Bu evi əldən buraxmaq olmaz. İnşallah gəlin bu evə baxın, qiymətində də endirim ev sahibi özü eləyəcək. Sağ olun.